Salam aleyküm dəyərli izləyicilərimiz. Bu günlər sizə təqdim edəcəyimiz günəbaxan yağların nə cür istehsal olunmalıdır. Günəbaxan yağları bizdə bu şəraitdə istehsal olunur. Bax, bu aparatda istehsal olunur. İstehsalı 80-90 dərəcədə istehsal olunur. Burada istehsal olunandan sonra bu yağlar bu baçoklara yığılır. Bu baçoklara yığılır. Qalır 2 gün. 2 gün qalandan sonra təmiz yağın özü götürülür. Bu baçoklarda filtr olunur. Filtr olunandan sonra bizdə belə bir yağ əmələ gəlir. Nə bulanlıq deyil, nə də dibində çöküntüləri yoxdur. Bu yağların bizə litrliyi də var. Bu yağların bizə 2 litrliyi də var. Baxın, 2 litrliyi də var. Bir dənə qaraltı, çöküntü yoxdur. Ümumiyyətlə, yağlar istehsalımızı bax, biz bu gigiyenik qaydalarda tərtəmiz yerdə istehsal edirik. Görürsünüz. Hətta bizim özümüz bura ayaqqabılı daxil olmuruq. Baxın, buranın şəraiti göz qabağındadır. İstehsal və göz qabağındadır. Bizim çəkdiyimiz yağlar bu yağlardır. Bu məhsulları əldə etmək istəyirsinizsə, Mahir Bioorganik dükkanına yaxınlaşa bilərsiniz. Ünvanımız Şəmkir rayonu Təzə Bazarın yaxınlığındadır. Sabitlənmiş bir yerdə var. Allah sizə bərəkət versin.